Sirlər diyarında, qəlbin yolculuğu uzaq dağların qoynunda illərin sükutuna qarışan qədim əfsanələrin və unudulmuş xatirələrin yaşandığı bir diyar vardı. Bu diyarın dar, daşla örtülmüş küçələrində hər bir künc, hər bir ağac sanki min illərin hikmətini və acı-tatlı hekayələrini daşıyırdı. Belə bir yerdə Namiq adlı gənc öz həyatının mənasını tapmaq, qəlbinin səsini eşitmək və sirlər diyarında gizlənmiş ümid işığını axtarmaq arzusuyla böyüdü. Namiqin uşaqlığı kəndin mərkəzində yerləşən qədim bir məscidin yanında keçdi. O, hər axşam məscidin küncündə oturub, ulduzlarla bəzənmiş səmanı seyr edərkən nənəsinin eşitdiyi və atasının dilləndirdiyi qədim nağılları dinləyirdi. Hər kəsin içində eşidilən bir səs var, deyərdi nənəsi, o səs sevgi, inan və ümid dolu nağılların başlanğıcıdır. Bu sözlər Namiqin qəlbində dərin izlər buraxdı və o, həyatın sirrini tapmaq üçün öz hissəsini axtarmağa başladı. Bir bahar səhəri, günəşin ilk şüaları dağların zirvələrini işıqlandırarkən Namiq kəndin dar küçəsindən çıxıb, uzun illər boyunca heç kimin ayaq basmadığı, tozlu və gizli yolları izləyərək səyahətə başladı. O, ürəyində böyük suallar və sonsuz ümidlərlə yola düşdü. Hər addımında o, kəndin keçmişindən və ətraf təbiətin hər bir sirlərindən bir parçanı hiss edirdi. Yollar onu yaşıl meşələrin, sakit çayların və qoca dağların qoynuna aparırdı. Meşələrin dərinliyindən Namiq özünü unudulmuş xatirələr və əsrlərin ağırlığı ilə bürünmüş ağacların arasında tapdı. Hər bir ağac sanki öz köklərində nəsillərin öyrətdiyi hikməti saxlayırdı. O, gözlərini yumub dərin nəfəs aldığı o an yarpaqların arasında əks olunan işıq parıltıları və quşların nəğmələri arasında öz hissəsinin, qəlbinin səsinin, ahəngini eşitdi. Bu, həyatın musiqisidir, deyə düşündü Namiq. Hər itki, hər kədər və hər sevinç bu musiqinin notlarıdır. Səyahəti əsnasında Namiq müxtəlif insanlarla qarşılaşdı. Bir gün kəndin kənarındakı kiçik bir bazarda o, Zəhra adlı bir qızla tanış oldu. Zəhra dərin baxışları və səmimi gülümsəməsi ilə Namiqin ruhunu dərindən oxşadı. O, Zəhraya deyəndə mənim səsim, sanki keçmişin və gələcəyin sirli nağıllarını söyləyir. Hər kədərin, hər itkinin arxasında bir ümid var. Zəhra ona qulaq asaraq, hər ulduz altında bir xatirə, hər qaranlıq gecədə bir ümid var. Biz, ürəyimizin səsini dinləsək, həyatın əsl mənasını taparıq, cavabını verdi. Birlikdə Namiq və Zəhra uzun yollar getdilər, dağların qoynunda və çayların sərin suları yanında keçmişin dərin hekayələrini araşdırdılar. Onlar nəsillərin ötürdüyü yazılı əlyazmaları, köhnə məktubları və abidələri tapdılar. Hər bir tapıntı sanki unudulmuş bir sirrin açarı idi və hər bir sir, insan ruhunun dərinliyində yatan eşsiz bir hikməti ortaya qoyurdu. Bir gün uzun və yorucu bir səyahətdən sonra Namiq və Zəhra qədim daşlardan tikilmiş, əyri yolları və sıx meşələri keçərək çoxdan unudulmuş bir qalaya çatdılar. Qalanın divarları illərin tozunu üzərində daşıyır, incə oyma işləri ilə bəzədilmiş pəncərələrindən isə sanki keçmişin səsi gəlirdi. Qalanın içində onlar bir otaq tapdılar ki, burada köhnə dəftərlər, əlyazmalar və nəsillərin öyrətdiyi hikmət dolu sözlər yer alırdı. Namiq otağın küncündə tozlanmış bir dəftəri açdı və içində belə yazılmış bir sətr tapdı. Ürəyinin səsini dinlə, çünki o, sənin ən dərin sirrini və həyatın əsl mənasını daşıyır. Hər acı, hər sevinç, bunlar sənin ruhunun qanadlarıdır. Bu sözlər Namiqin ruhunu bir daha titrətdi. O, Zəhraya baxdı və gülümsədi, ikisi də bu tapıntının, onların səyahətinin və öz hissəsini tapmaq arzularının nə qədər dərin olduğunu anladılar. O gün qalada keçirdikləri saatlar, hər kəsin öz içindəki səsi dinləməyə, keçmişin dərslərini mənimsəməyə və gələcəyə ümidlə baxmağa çağıran bir zaman kəsiyi oldu. Səyahət davam etdikcə Namiq və Zəhra kəndlərinə qayıtmadan əvvəl müxtəlif yerlərdə dayanıb insanların hekayələrini toplamağa başladılar. Onlar, hər kəsin öz içində eşidilən, bəzən susqun, bəzən coşqun səsi olduğunu gördülər. Kəndin yaşlıları nəsillərin ötürdüyü hikmətlərlə sevinç və kədərin qarışdığı anları danışır, gənclər isə gələcək üçün doğan ümidlərini və arzularını bölüşürdülər. Hər bir hekayə sanki bir musiqinin notları kimi insanların ruhuna dərin təsir edir, onların qəlblərində yeni işıqlar yandırırdı. Gecələr, ulduzların parlaqlığı altında Namiq və Zəhra kənd meydanında böyük bir görüş təşkil etdilər. Hər kəs toplaşaraq öz hekayələrini, xatirələrini və içlərindəki səsi paylaşdı. Bu görüş, həyatın əsl mənasının, sevgi, inan və ümidin nə olduğunu hər kəsin daha dərindən anlamasına səbəb oldu.
O gecə hər kəs öz içindəki səsi eşidərək həyatın qaranlıq anlarında belə ümidin işığının var olduğunu hiss etdi. Namiqin və Zəhranın topladıqları hekayələr bir gün böyük bir kitab halına gətirildi. Xatirələrin səsi, qəlbin yolculuğu adlanan bu kitab, keçmişin dərslərini, insanların yaşadığı acıları və sevincləri, həmçinin gələcək üçün doğan ümidləri bir araya gətirirdi. Kitab nəşr olunanda kəndin hər küncündən, ətraf bölgələrdə və hətta uzaq şəhərlərdə insanlar bu əsəri oxuyub, öz içlərindəki səsi tapmağa və həyatın mənasını dərk etməyə çalışırdılar. Kitabın səhifələrindən Namiqin qalada tapdığı köhnə dəftərin sətirləri, Zəhranın ulduzlara baxarkən dediyi səmimi sözlər və kəndin yaşlılarının dərin hikmət dolu hekayələri yer alırdı. Hər bir sətir oxucuların qəlbinə toxunur, onlara həyatın hər anının qiymətini bilmək, hər acını sevincə çevirmək və ən əsası içlərindəki səsi dinləmək üçün ilham verirdi. Günlər keçdikcə Xatirələrin səsi, qəlbin yolculuğu adlı kitab yalnız bir ədəbiyyat əsəri kimi qalmadı, o, insanlara həyatın dərinliyini anlamağın, hər anın səmimi duyğularını yaşamağın və qəlbin səsini eşitməyin vacibliyini xatırladan bir yol xəritəsinə çevrildi. Kəndin məktəblərində, mədəniyyət evlərində və ictimai toplantılarda bu kitabın oxunuşu keçirilir, hər kəs öz həyat nağılına yeni səhifələr əlavə edirdi. Namiq və Zəhra səyahətlərinə və topladıqları hekayələrə görə kəndin ən hörmətli və ilham verən simalarından biri oldu. Onlar hər zaman insanlara deyirdilər, bizim içimizdə eşidilən səs həyatın ən böyük sirridir. O səs sevginin, kədərin, sevinclərin və ümidin notlarını daşıyır. Hər kədər, hər itki, hər sevinc, bunlar bizim ruhumuzun qanadlarıdır. Əgər biz öz iç səsimizi eşidər və onun rəhbərliyinə əməl etsək, həyatın əsl mənasını tapa bilərik. Bu sözlər kəndin hər bir sakininin qəlbində dərin iz buraxdı. İnsanlar artıq təkcə gündəlik həyatın axışında itirdikləri anları deyil, həm də keçmişin, gələcəyin və öz içlərindəki səsi yenidən kəşf etmək üçün yeni yollar axtarırdılar. Gecələr, ulduzların altında toplaşan insanlar öz aralarında həyat hekayələrini, sevinclərini, kədərləri və gələcək ümidlərini paylaşır, hər kəs öz içindəki musiqini tapmağa çalışırdı. Beləcə, Sirlər diyarında başlayan bu uzun və mənalı yolculuq hər kəsə göstərdi ki, həyatın ən dərin mənası, sevgi, inam və ümid, yalnız xarici hadisələrdə deyil, hər birimizin içində gizlidir. Qəlbin səsini eşitmək və ona qulaq asmaq, insanın öz varlığını, keçmişini və gələcəyini dərk etməsinə imkan yaradırdı. Hər kəs öz içində doğan səsi tapdıqca, həyatın bütün rənglərini, notlarını və melodiyalarını bir araya gətirərək, əbədi bir nağıl yaradırdı. Bu nağıl, xatirələrin səsi, qəlbin yolculuğu, nəsillər boyu kəndin dar küçələrindən, meşələrin sərin kölgələrindən və dağların sükutlu zirvələrindən yayılan, insan qəlblərində parlayan bir işıq kimi yadda qaldı. Hər kəs öz içindəki səsi eşidərək, həyatın çətin anlarında belə ümid dolu bir gələcəyə addımlayır, hər kədəri sevincə, hər itki yeni başlanğıca çevirirdi. İndi kəndin hər bir sakini ulduzların parlaqlığı altında oturub, qaranlıq gecələrin sonunda yenidən doğan işığı xatırlayır, hər səhər günəşin şüaları ilə o səsi ürəklərinə dəyməsinə imkan yaradırdı. Hər kəs bilir ki, həyatın ən böyük sərvəti, qəlbimizin səsidir. Biz hər an bu səsi eşidərək, keçmişin dərslərini mənimsəyir, hər çətinliyi sevgi və inamla dəf edirik. Sirlər diyarında, qəlbin yolculuğu adlı bu hekayə təkcə Namiqin və Zəhranın deyil, hər birimizin öz içində axtardığı, tapdığı və inkişaf etdirdiyi bir nağıldır. Hər an yaşadığımız, hiss etdiyimiz və paylaşdığımız bütün duyğular, sanki bir orkestrin notları kimi bizə həyatın əsl mənasını göstərir. Hər kədərin arxasında bir sevinc, hər itkinin sonunda yeni bir ümid var. Beləliklə, qəlbin səsini eşidən hər bir insan həyatın sirrini anlamaq üçün yalnız ürəyinə qulaq asmalı, keçmişin hikmətini öyrənməli və gələcəyə ümidlə baxmalıdır. Bu, hər kəsin öz varlığında doğan əbədi nağılın, səsin və melodiyanın rəmzidir. Hər kəs bilir ki, həyatın ən böyük sirri, sevgi, inam və ümid, yalnız xarici hadisələrdə deyil, öz içimizdə yaşar. Biz, hər kəs qəlbimizin səsinə qulaq asdıqca, həyatın bütün çətinliklərini, kədərini və sevinclərini bir araya gətirərək, əbədi bir melodiyaya çevrilirik. Və beləliklə, xatirələrin işığında, ürəyin qanadları adlı bu əsər, hər kəsin qəlbində öz əksini taparaq, gələcək nəsillərə də yol göstərən, ilham verən, sarsılmaz bir işıq kimi yaşayacaq. Hər kəs, qaranlıq gecələrin sonunda, ulduzların parlaqlığı altında o səsi, qəlbin səsini eşidəndə həyatın ən dərin mənasını tapacaq, hər kədəri sevincə çevirəcək və hər itkidən yeni bir başlanğıc doğacaq. Bu hekayə Sirlər diyarında hər kəsin öz içində tapdığı dərin və mənalı səsin həyatın ən gözəl nağılını necə yaratdığını bizə xatırladır.